Aytən xanım, trendlərdən danışmışkən, demək olar ki, hər gün yeni prosedurlar, yeni preparatlar, texnologiyalar çıxır. Məsələn, Russian Lips, Cherry Lips, Angelina Jolie'nin Revline və mən inanıram ki, bu gün biri çıxıb desək ki, Aygün Kazımovanın yanağı prosedurunu edirik, çox insan qaçaraq kosmetoloqlara müraciət edəcəklər ki, bizə də bunu edin. Mənə çox maraqlıdır, ümumiyyətlə bu adlar hardan çıxır, necə yaranır? Çox düzgün qeyd etdiniz. Sizin bayaqdan sadaladığınız bütün adların hamısı marketinq adlarıdır. Bugünkü günümüzdə bu cəlbedici olduğundan bir çox insanlar bu adlar vasitəsilə marketinq edib və işlərini irəli sürürlər. Həkim üçün bu çox gülməli adlardır, çünki belə müalicə növü heç bir kitabda yoxdur. Aytən xanım, elə ən maraqlısı da odur ki, bu terminləri paylaşanların bir çoxu da elə həkim kosmetoloqlarımızdır. Çox təəssüf ki, belədir. Yəqin ki, bazar iqtisadiyyatı bir çox insanları buna məcbur edir. Ola bilər, mən deyə bilmərəm. Heç kimə də bunu irad tuta bilmərəm. Çünki hər kəsin öz yolu var. Aytən xanım, bu bir növdə belə bir şey yanaşma da ola bilər ki, müalicə edəndə insanların gözü qorxur və prosedurlardan qaçırlar. Amma bu marketinq adlarından istifadə edəndə bu daha belə necə deyirlər, şirin səslənir. Bəli. Bayaq elə ona görə də söylədim ki, mən irad söyləyə bilmərəm heç bir kəsə. Sadəcə mənim də yolum bu yoldur. Hər kəsin öz yolu var.